Müasir dünya bizə hər şeyin sürətli olmalı olduğunu dikt edir. Lakin tarixin sınağından keçmiş böyük sistemlər bizə tamamilə fərqli bir həqiqət öyrədir. Həqiqi dəyər sürətlə deyil, səbirlə və doğru zamanlama ilə qurulur. Strateji səbir sadəcə gözləmək deyil, hədəfə gedən yolda nizamı və keyfiyyəti heç bir keçici trendə qurban verməməkdir. Bizim baxış bucağımızda zaman bir rəqib yox, bir müttəfiqdir. Bir markanın, bir ailənin və ya bir ideyanın institusionlaşması onun zamanın təzyiqlərinə qarşı göstərdiyi dözümlülüklə ölçülür. Qısa müddətli qazancların arxasınca qaçmaq yerinə 10 illikləri hədəf olan təməllər atmaq əsl professionallığın göstəricisidir. Çünki möhkəm təməllər üzərində ucalan hər bir struktur fırtınalara qarşı daha dayanıqlı olur. İnsan və sistem arasındakı balans zamanın düzgün bölüşdürülməsindən asılıdır. İntizamlı bir fərd üçün hər saniyə gələcəyin böyük mənzərəsinə əlavə olunan bir çizgidir. Dərinlik və davamlılıq tələskənliyin olduğu yerdə deyil, iradənin olduğu yerdə çiçəklənir. Düşünməyə və sabit təməllər yaratmağa davam edirik. Gələn söhbətdə görüşənədək.